gəlin və ayaqda cərəyanın fərqinə baxaq. Salam, Nərgiz Əkbərovan təqdimatında cərəyan və üslubları izləyirsiniz. Əvvəlcə gəlin bu üslub və cərəyanın fərqinə baxaq. Sadə dildə izah etsəm, üslub bir texniki və fərdi ifadə üslubudur. Bir şəxsə aid olur. Tək bir sənətçiyə xas ola bilir. Məsələn, realist üslubda işləyən rəssam, yəni bir formaya aiddir. Cərəyan isə ideoloji və fəlsəfi bir axındır. Bir çox sənətçinin iştirak etdiyi bir hərəkatdır, cərəyandır. Məsələn, realizm cərəyanında iştirak edən bir rəssam məzmuna və məqsədə aid olur əsasən. Klassizm. Xronologiya ardıcıllıqla gedirik. 17-19-cu əsrdə ən tez bizə verilən klassizm. 17-ci əsrdən etibarən cərəyanlarımız başlayır. Qərbi Avropada məşhurlaşır və incəsənətdə gedib antik dövrdəki ideal surətdə çəkilmiş, fotoaparatdan çıxmış rəsmlər kimi rəsmlər çəkməyə çalışırlar yenidən. Bilirik ki, antik Yunan Romada həmişə realist formada rəsmlər və heykellər işlənirdi. Bu dövrdə biz klassizmi antik sözündən tanıya bilərik. İdeal sözü varsa, hansı ki bu sözlər çoxu Davidin əsərlərində də istifadə olunur. Təqlid edibsə nə isə, yəni gördüyünüz antik dövrü təqlid edir. Etalon sözü görürüksə, yəni antik dövrdə əsaslanan, romantizmə zidd olan, baxın, bu cümlə bu dərsdə keçir. Yəni klassizm deyilir ki, romantizmə ziddir. Klassik, romantik sözlərini yadda saxlayın. Romantika klassikaya ziddir. Romantika sevənlər klassikanı sevmir, modern dünya sevir. Və amper və neoklassizmlə də ardıcıl düzülür. Biz bilirik ki, bu amper və neoklassizmdə Davidin əsərlərində və onun yaradıcılığında görürük. Hansı ki, biz burada da onun Horadisləri andı əsərini görürük. Horadisləri andı klassizm dövründən çəkilib, hansı ki, burada biz nə görürük? Qədim Yunan və Roma geyimlərini, onların tərsini və hətta arxa fondakı olan o sütunları belə görə bilirik. Yəni, qədim Yunan Romaya aid nəsə varsa rəsmin içində, biz bunu klassizm aid etmək olar. İndi isə bayaqdan danışdığımız o romantizmdəyik. Bəli, romantizm bir əsr sonra 18-19-cu əsrlərdən başlayır. Və gəlin bilək ki, burada bu romantizm bizim bildiyimiz sevgi, məhəbbət romantikası deyil. Tamamilə fərqlidir. Romantizm klassizmə zidd olan yeni bir cərəyandır. Biz artıq bunu işlətdik bu cümlədə. Yəni bunlar bir-birinə ziddir. Romantika klassikanı, klassika romantikanı sevmir, aralarında mübahisə var. Bu cərəyan güclü ehtiraslar, yəni insanın xarakterini və insanın keçirdiyi emosiyaları təsvir etməkdir. Mənəvi və yaradıcılıq həyatındakı dəyərlərin təsdiqi daha xarakterik olaraq göstərilir. Bütün qəribə, fantastik, hansı ki, real həyatda belə bir şey mövcud deyil. Bədii kitablarımızda var. Bax, onlara romantik deyə bilərik. Romantizmi biz daha çox Fransis Goya ilə tanıyıb sevdik. Fransis Goya necədirdi? İnsanları çəkərkən onların ehtiraslı emosiyalarını cilovlaya bilməməyi və yaxud da üzündəki, belə deyək, əsas onların gözəlliyi deyil, içindəki məxluqları, gözəlliyi, eybəcərlik üzə vurmaq edir. Romantizm budur. 18-19-cu əsrlərə əhatə edəcək və burada biz açar söz kimi emosiya, ehtiras, fantaziya kimi sözləri görsək, həmçinin ziddiyyət sözlərini görsək, bunlar romantizmin açar sözləridir. Dediyimiz kimi, klassizmə ziddir. Subyektiv və fərdi hissləri əsasən ön plan çıxardır. Ya şəxsi bir insanın və yaxud da rəssamın öz subyektiv fikri olaraq onun mənəvi, daxili aləmdəki eybəcərliyi üzə çıxaran bir cərəyandır romantizm. Bugünkü dərs bu qədər. İncəsənəti birlikdə daha çox kəşf etmək üçün kanala abunə olun və bildirişləri açın. Mən Nərgiz müəllimə idim. Diqqətinizə görə təşəkkür ederim.